Azərbaycan hökuməti Bakıya köçdükdən sonra öz fəaliyyət dairəsini daha da genişləndirdi. Hökumət ictimai-siyasi, iqtisadi və mədəni quruculuq sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə başladı. 1918-ci il noyabrın 9-da ölkənin üç rəngli bayrağı təsdiq edildi. Müəssisələr Məclisinin çağırılması işini təşkil etmək üçün komissiya yaradıldı. Azərbaycan hökuməti ölkənin müdafiəsini etibarlı şəkildə təmin etmək üçün ordu quruculuğu prosesinə xüsusi diqqət yetirdi. 1918-ci il dekabrın 25-də General Səməd bəy Mehmandarov hərbi nazir, General-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini, General Süleyman bəy Sulkeviç baş qərargah rəisi təyin edildilər. Hökumət 1919-cu ildə 25 min nəfərlik ordu yaratmaq vəzifəsini irəli sürdü. Dövlət büdcəsinin 24%-i bu məqsəd üçün sərf edildi. Azərbaycanın dəniz sərhədlərinin qorunması üçün hərbi donanma yaradılması da zəruri idi. Bu məqsədlə 1919-cu ilin yayında Azərbaycan Xəzər hərbi donanması yaradıldı. Milli ordunun və Xəzər hərbi donanmasının formalaşması prosesi 1920-ci ilin əvvəlləri üçün əsasən başa çatdırıldı. 30 min piyada və 10 min süvaridən ibarət nizami ordu yaradıldı. Azərbaycan parlamentinin fəaliyyətə başlamasından sonra hökumətin istefası xahişi ilə çıxış edən Fətəli xan Xoyski qeyd etdi. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur. Millətin hüququ, istiqlalı, hürriyyəti. Xoyskinin ikinci hökumət kabinetinin istefasını qəbul etməklə yanaşı, parlament ona üçüncü hökumət kabinetinin təşkilini də tapşırdı. 1918-ci il dekabrın 26-sında Xoyski üçüncü hökumət kabinetinin tərkibini elan etdi. Bu hökumət aşağıdakı qaydada təşkil olundu. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri və Xarici İşlər naziri, Xəlil bəy Xasməmmədov Daxili İşlər naziri, Pratasov Maliyyə naziri, Xudadat bəy Məlikaslanov Yollar naziri, Nəsib bəy Yusif bəyli Maarif və Dini Etiqad naziri, Aslan bəy Səfikürtski Poçt, Teleqraf və Əmək naziri, Səməd bəy Mehmandarov hərbi nazir, Rüstəm xan Xoyski himayədarlıq naziri, Yevgeni Gindes xalq səhiyyə naziri, Mirzə Əsədullayev ticarət və sənaye naziri, Məmməd Həsən Hacınski dövlət nəzarət naziri, Lizqar ərzaq naziri, Xosrov Paşa bəy Sultanov əkinçilik və dövlət əmlaki naziri, Teymur bəy Makinski ədliyyə naziri. Üçüncü hökumət kabineti ölkədə iqtisadi böhranın kəskinləşdiyi bir şəraitdə fəaliyyət göstərirdi. Parlamentdə müxalifətdə olan İttihad və Sosial-Demokrat fraksiyasının üzvləri Xoyski hökumətinin ünvanına haqsız tənqidlər yağdırırdılar. Bunlarla razılaşmayan Xoyski 1919-cu il fevralın 25-də istefa verməyə məcbur oldu. 1919-cu il aprelin 14-də Nəsib bəy Yusif bəylinin başçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 4-cü hökumət kabineti öz fəaliyyətinə başladı. Bu kabinetdə vəzifələr aşağıdakı kimi bölünmüşdür. Nəsib bəy Yusif bəyli Nazirlər Şurasının sədri və Daxili İşlər naziri, Əliağa Həsənov Maliyyə naziri, Ağa Əminov Ticarət və Sənaye naziri, Məmməd Yusif Cəfərov Xarici İşlər naziri, Xudadat bəy Məlikaslanov Yollar naziri, Camu bəy Hacınski Poçt və Teleqraf naziri, Səməd bəy Mehmandarov hərbi nazir, Rəşid bəy Qaplanov Maarif və Dini Etiqad naziri, Aslan bəy Qardaşov əkinçilik və dövlət əmlaki naziri, Nəriman bəy Nərimanbəyli dövlət nəzarəti naziri, Aslan bəy Səfikürtski ədliyyə və əmək naziri. Dördüncü hökumət kabineti öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919-cu ilin mayında bolşeviklərin təhriki ilə Bakıda güclü tətillər keçirilmişdi. Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycanı və Gürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Bununla əlaqədar olaraq 1919-cu il iyunun 9-da Azərbaycan hökumətinin qərarı ilə Dövlət Müdafiə Komitəsi yaradıldı. İyunun 11-də Dövlət Müdafiə Komitəsi fövqəladə vəziyyət haqqında qərar qəbul etdi. Ölkədə Denikin təhlükəsinə qarşı səfərbərlik elan olundu. 1919-cu il dekabrın 22-sində özünün ikinci, Cumhuriyyətin isə sayca 5-ci hökumət kabinetini təşkil edən Nəsib bəy Yusif bəyli həmin hökumətə 1920-ci ilin 30 martına qədər başçılıq etdi.
5-ci hökumət kabinetinin tərkibi aşağıdakı kimi idi. Nəsib bəy Yusif bəyli, Nazirlər Şurasının sədri, Məmməd Həsən Hacınski, Daxili İşlər Naziri, Rəşid bəy Qaplanov, Maliyyə Naziri, Fətəli xan Xoyski, Xarici İşlər Naziri, Qudadət bəy Məlik Aslanov, Yollar Naziri, eyni zamanda müvəqqəti olaraq Ticarət və Sənaye Naziri, Camu bəy Hacınski, Poçt və Teleqraf Naziri, Səməd bəy Mehmandarov, Hərbi Nazir, Həmid bəy Şaxtaxtinski, Maarif və Dini Etiqad Naziri, Əhməd bəy Pipinov, Əkinçilik və Əmək Naziri, Heybətqulu bəy Mahmud Bəyov, Dövlət Nəzarəti Naziri, Xəlil bəy Xasməmmədov, Ədliyyə Naziri. Azərbaycan Xalq Cumhuriyyətinin dövlət quruculuğunda parlamentin yaradılması və fəaliyyəti mühüm yer tuturdu. Bu yolda ilk addım müvəqqəti Milli Şuranın təşkil olunmuşdu. Lakin bu orqan iyun böhranı nəticəsində öz fəaliyyətini 1918-ci ilin noyabrına kimi dayandırmışdı. 1918-ci il noyabrın 16-sında yenidən fəaliyyətə başlayan Milli Şura, noyabrın 20-sində Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Qanuna əsasən bir palatalı parlament 120 nəfərdən ibarət olmalıydı. Əhalinin çoxmillətli tərkibinə müvafiq olaraq 80 yer Azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməliydi. Yahudi, Alman, Gürcü və Polak xalqlarının hər biri üçün bir yer, Həmkarlar İttifaqları təşkilatları üçün 5 yer nəzərdə tutulmuşdu. 1918-ci ilin mart soyqırımından hələ yarım il keçməsinə baxmayaraq, Azərbaycan parlamentində bu sayda erməninin təmsil olunması Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşıldığına əyani sübutdur. Respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da Azərbaycan şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. Bir sıra çətinliklərə baxmayaraq 1918-ci il dekabrın 7-sində parlament öz işinə başladı. Bu, Azərbaycan xalqının həyatında çox mühüm hadisə, bütün müsəlman şərqində dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin ilk iclasında bitərəf Əlimərdan bəy Topçubaşov, parlamentin sədri, Həsən bəy Ağayev sədrin birinci müavini seçildilər. Azərbaycan parlamenti fəaliyyətinin ilk dövründə 11 siyasi partiya və qrupları təmsil edən 97 deputatdan ibarət idi. Parlamentin qəbul etdiyi qərara əsasən onun rəsmi dili Azərbaycan, türk dili elan olundu. Digər millətlərin nümayəndələrinin rus dilində çıxışı məqbul hesab edildi. Azərbaycan Xalq Cumhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır. Birinci dövr 1918-ci il mayın 27-sindən noyabrın 20-sinədək, ikinci dövr 1918-ci il dekabrın 7-sindən 1920-ci il aprelin 27-sinədək. Birinci dövrdə Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman türk deputatından ibarət olan ilk Azərbaycan parlamenti çox mühüm qərarlar qəbul etmişdi. Parlamentçilik tariximizin ikinci dövrü daha məhsuldar və gərgin olmuşdur. Bu dövrdə parlamentin 180 iclası keçirilmişdi. Parlamentə 270-dən çox qanun layihəsi təqdim olunmuşdu. Onlardan 230-a yaxını qəbul olunmuşdu. Parlament iclaslarında İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiqlik nümayiş etdirilmişdir. Konkret şəraiti nəzərə alaraq parlament ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi demokratik dövlət yaratmaq məqsədi daşıyan qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanun və qərarlar nəticə etibarilə hakimiyyətin üç qolunu, qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəldilmişdi. Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin iqtisadi platformasında mülkiyyət pluralizmi, dövlət, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının inkişafı üçün bərabər imkanlar yaradılması nəzərdə tutulurdu. Bolşevizmdən fərqli olaraq Cumhuriyyət hökuməti fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdi. Əksinə hesab edilirdi ki, bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvəsini zoraki olaraq aradan götürür.
Ona görə də Azərbaycan hökuməti 1918-ci il 5 oktyabr tarixli qərarla Bakı Xalq Komissarlarının neft sənayesinin, ticarət donanmasının və neft sənayesi ilə bağlı digər sənaye sahələrinin milliləşdirilməsi haqqında verdiyi bütün dekret və sərəncamları ləğv etdi. Həmin müəssisələr əvvəlki sahiblərinə qaytarıldı. Dövlətin əsas gəlir mənbəyi neft və neft məhsulları. Sovet Rusiyası ilə iqtisadi əlaqələrin keçilməsi nəticəsində neft ixracı kəskin şəkildə azalmışdı. Neft ixracını artırmaq üçün 1918-ci il dekabrın 10-da Neft Sənayeçiləri Qurultayı Şurası yanında neft və neft məhsullarının satışı üzrə büro yaradıldı. Hökumətin həyata keçirdiyi tədbirlər 1919-cu ilin əvvəlində Bakı şəhərinin zəruri ərzaq məhsulları ilə təminatını yaxşılaşdırdı. 4 və 5-ci hökumət kabinetlərinin proqramlarında ərzaq, ticarət, maliyyə və nəqliyyatın inkişafı məsələlərinə xüsusi diqqət yetirilirdi. Ələt-Culfa dəmir yolunun tikintisinin başa çatdırılması məqsədilə parlament 250 milyon manat pul ayırdı. Bakı-Batum neft kəməri bərpa olunaraq istifadəyə verildi. İngilis qoşunları Azərbaycandan çıxarıldıqdan sonra Bakı limanı və ticarət donanması da Cumhuriyyət hökumətinin sərəncamına keçdi. Ölkənin ticarət gəmiləri Azərbaycan Xalq Cumhuriyyəti bayrağı altında üzməyə başladılar. 1919-cu ilin yayında hökumət neft ixracatı ilə əlaqədar xarici şirkətlərlə ticarət müqavilələri bağladı. Azərbaycan Bakı neftini Avropa ölkələrinə çıxarmaq üçün Batum limanından istifadə hüququ aldı. Hökumətin ən mühüm iqtisadi tədbirlərindən birini də aqrar məsələ təşkil edirdi. 1920-ci ilin martında hökumət aqrar siyasətlə bağlı Əmək Nazirliyinin hazırladığı qanun layihəsini müzakirə etdi. Bu layihədə kənd əhalisi üçün 7 disətindən 50 disətinədək, şəhər əhalisi üçünsə 1 disətindən 12 disətinədək torpaq verilməsi nəzərdə tutulurdu. Hökumət vergi sistemini formalaşdırmaq, maliyyə siyasətini qaydaya salmaq sahəsində müəyyən tədbirlər həyata keçirdi. Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması Cumhuriyyət hökumətinin maliyyə siyasətinin mühüm uğuru idi. 1918-ci ilin sentyabrında Bakı bonu adlanan kağız pul vahidini dövriyyəyə buraxmaq barədə qərar qəbul edildi. Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması ilk vaxtlardan hökumətin iqtisadi siyasətinin əsas məsələsi oldu. 1919-cu ilin sentyabrında Dövlət Bankı açıldı. Onlarla əmanət kassaları fəaliyyətə başladı. Respublika ərazisində gömrük xidməti təşkil olundu. 1919-cu ilin yanvarında Əmək Nazirliyi fəaliyyətə başladı. Həmin ilin mayında arbitraj yaradıldı. Sosial-iqtisadi sahədə xeyli işlər görürsə də, fəhlə məsələsinin, eləcə də Azərbaycan Xalq Cumhuriyyətinin varlığı üçün ən mühüm məsələlərdən olan aqrar məsələnin həll olunmaması əhalinin vəziyyətini pisləşdirirdi. Bundan istifadə edən Azərbaycanın istiqlalının düşmənləri əhali içərisində narazılığı artırmaq üçün öz bozuculuq fəaliyyətini gücləndirirdilər. Azərbaycan Xalq Cumhuriyyəti mədəni quruculuq sahəsində bir çox əhəmiyyətli tədbirlər həyata keçirmişdi. İlk növbədə xalqın maariflənməsinə xüsusi diqqət yetirilirdi. Ona görə də təşkil edilən ilk hökumətin tərkibində Xalq Maarif Nazirliyi də təsis edilmişdi. Savadlı milli kadrlara çox ehtiyacı olduğunu nəzərə alaraq, hökumət 1918-ci il avqustun 28-də məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul etdi. Bütün ibtidai tədris müəssisələrində təhsilin Azərbaycan türk dilində aparılması məcburi sayıldı. Müəllim hazırlamaq məqsədi ilə Bakı, Gəncə, Şuşa, Qazax və başqa şəhərlərdə xüsusi pedaqoji kurslar təşkil edildi. Cənubi Qafqaz Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü. Bu işdə görkəmli maarifçi Firudin bəy Köçərlinin böyük əməyi oldu. Bakı, Gəncə və Şəkidə fəaliyyət göstərən Nina Qızlar məktəblərinin adı dəyişdirilərək Qız Gimnaziyaları adlandırıldı. 7 kişi gimnaziyası açıldı. Azərbaycanın bir çox şəhərlərində qısa müddətli pedaqoji kursların şəbəkələri genişləndirildi. Bu kurslarda dərs demək üçün Osmanlı dövlətindən 50 nəfər müəllim dəvət olundu. Azərbaycan türk dilində dərsliklərin hazırlanması və nəşri üzrə komissiya yaradıldı. Komissiyanın tərkibinə Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdullah Şaiq, Camu Cabrail bəyli kimi məşhur ziyalılar daxil idi.
1919-cu ilin payızında Azərbaycanın bütün qəzalarında Azərbaycan-Türk dilində axşam kursları təşkil edildi. Azərbaycan Xalq Cumhuriyyəti Ali Təhsil Müəssisəsinin açılması sahəsində ilk addımlar atdı. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi. Sentyabrın 29-da isə universitetin nizamnaməsi qəbul edildi. 1919-cu il noyabrın 15-də Bakı Universitetində ilk dərslər başlandı. Universitetdə 4 fakültə, tarix, filologiya, hüquq, tibb, fizika, riyaziyyat fakültələri fəaliyyətə başlamalı idi. Ancaq 2 fakültə, tarix, filologiya, tibb fakültələri işə başladı. Görkəmli alim Razumovski universitetə rektor təyin olundu. Xalq Cumhuriyyəti dövründə Azərbaycanda 637 ibtidai, 23 orta ixtisas və 1 ali məktəb fəaliyyət göstərirdi. 1919-cu ilin sentyabrında 100 nəfər Azərbaycanlı gənc Osmanlı, Fransa, İtaliya, Rusiya və Böyük Britaniya dövlətlərinin ali məktəblərində təhsil almağa göndərildi. Onlar öz təhsillərini dövlət hesabına başa vurmalı idilər. Ərəb qrafikalı əlifbadan Latın qrafikalı əlifbaya keçilməsinə hazırlıq işləri görmək üçün xüsusi parlament komissiyası yaradıldı. Azərbaycan Xalq Cumhuriyyəti dövründə milli cəmiyyətlər, o cümlədən Türk Ocağı cəmiyyəti yaradıldı. Cəmiyyətin işində Abdullah Şaiq, Abbasqulu Kazımzadə və başqa ziyalılar yaxından iştirak edirdilər. Azərbaycan elmini inkişaf etdirmək üçün 1919-cu ilin dekabrında müsəlman şərqini öyrənən cəmiyyət təsis edildi. Cəmiyyət Azərbaycanın orta əsrlər dövrü maddi mədəniyyət abidələrinin öyrənilməsinə də böyük diqqət yetirirdi. 1920-ci ilin əvvəllərində Maarif Nazirliyi nəzdində arxeologiya şöbəsi yaradıldı. Bu cəmiyyətlərlə yanaşı Bakıda Qurtuluş, Yaşıl Qələm cəmiyyətləri də təşkil edildi. 1919-cu ilin mart ayında Bakıda Türk-Azərbaycan dilində ilk böyük kitabxana açıldı. 1919-cu il dekabrın 7-də İstiqlal Muzeyinin açılışı oldu. Muzeydə tariximizi, dinimizi əks etdirən eksponatlar toplanmışdı. Azərbaycan mətbuatı tarixində 1918-1920-ci illər bütün əvvəlki dövrlərə nisbətən ən yüksək inkişaf mərhələsi hesab olunur. Bu dövrün mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı sərnaməsinə çevrildi. 1918-1920-ci illərdə Bakı, Gəncə və digər şəhərlərdə 89 adda qəzet və jurnallar nəşr olundu. Onların arasında İstiqlal, Övraq-ı Nəfisə, Müsəlmanlıq, Qurtuluş, Mədəniyyət, Gənclər Yurdu, Şeypur, Zəmbur kimi milli istiqlal ideyalı nəşrlər xüsusi yer tuturdu. Azərbaycan və rus dillərində nəşr olunan Azərbaycan qəzeti dövlətin rəsmi orqanı idi. Qəzetin Azərbaycan dilindəki nömrələri Ceyhun bəy Hacıbəylinin, sonradan isə Üzeyir bəy Hacıbəylinin, rus dilindəki nömrələri isə Şəfi bəy Rüstəmbəylinin redaktorluğu ilə çıxırdı. Azərbaycan xalqının öz istiqlalını əldə etməsi ədəbi mühitdə də böyük canlanmaya səbəb oldu. İstiqlal uğrunda mübarizəni özündə əks etdirən bədii əsərlər meydana gəldi. Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil Məmməd Quluzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Abdullah Şaiq, Əl-Abbas Müznib kimi görkəmli ədiblərimiz öz əsərləri ilə milli şuurun inkişafına xidmət edirlər. Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm, deyən Əhməd Cavad, milli azadlığı hədələyən şimal küləyini, azad dağları bürüyən dumanı, milli dövləti devirməyə çalışan təcavüzkar qüvvələri ittiham edirdi. Bu dövrdə Azərbaycan ədəbiyyatında baş verən dəyişikliklər və irəliləyişlər teatrın inkişafına da təkan verdi. Ceyhun və Üzeyir Hacıbəyli qardaşları tərəfindən Bakıda teatr truppası yaradıldı. Bakıda Hüseyn Ərəblinskinin rəhbərliyi altında Azərbaycan Dövlət Teatrı fəaliyyətə başladı. Bu hadisə Azərbaycan Xalq Cumhuriyyəti dövründə mədəni həyatın ən parlaq səhifələrindən biri idi. Bu teatrın səhnəsində dövrünün görkəmli aktyorları Hüseyn Ərəblinski, Hüseyn Qulu Sarabski, Əhməd Ağdamski, Mirzağa Əliyev möhtəşəm səhnə obrazları yaratdılar. Azərbaycan hökuməti kinematografiyanın inkişafına da xüsusi diqqət verirdi. 1919-cu ildə Bakıda 16 kinematograf fəaliyyət göstərirdi.
Milli rəssamlıq sənəti də inkişafda idi. 1919-cu ildə ilk rəssamlıq studiyası yaradıldı. Zənbur jurnalında Azərbaycan satirik qrafikasının banisi Əzim Əzimzadənin dövrün ictimai-siyasi problemləri ilə səsləşən karikaturaları dərc olundu. Bəhruz Kəngərlinin müsəlman soyqırımını əks etdirən məşhur Qaçqınlar silsiləsi realist Azərbaycan rəssamlıq sənətinin nailiyyəti idi. Cumhuriyyət dövründə Bakının baş mimarı Zivər bəy Əhmədbəyov tərəfindən paytaxtın azad olunması zamanı şəhid olmuş Azərbaycanlı və Osmanlı əskərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbristanlığında ucaldılacaq abidə kompleksinin layihəsi hazırlandı. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin süqutu bu nəcib işi həyata keçirməyə imkan vermədi.